Bilirsiniz də, bugün DTX işçilərinin peşə bayramıdır. Ən gülməlisi isə bilirsiniz nədir? ASTV-ni açmışam, görürəm ki, Osmanın biri bir köpükdən. Basırlar da. Ay nə bilim, Ulu Öndər Heydər Əliyev də vaxtı ilə kəşfiyyatçı olub, vaxtı ilə MTN-də işləyib, dövlətimizi qoruyub. Ay zırt pırt. Mən həmin o ASTV-ni polislərin peşə bayramı günü də açmışdım. Bilirsiniz onda da nə deyirdilər? Deyirdilər ki, Ulu Öndər Heydər Əliyev vaxtı ilə polis işləyib, əsayişi qoruyub, ay nə bilim belə eləyib. Həmin o telekanalları mən deməli kənd təsərrüfatı işçilərinin peşə bayramında da açmışdım. Kanallar deyirdilər ki, ay nə bilim Ulu Öndər vaxtı ilə çoban olub, qoyunlara oturub. Həmin o telekanalları mən o həkimlərin peşə bayramında da açmışdım. Görürəm ki, ASTV təzədən basır da ki, ay nə bilim Ulu Öndər vaxtı ilə diş həkimi olub. Ay, başa düşmürəm də, mən başa düşmürəm. Ay hökumət, elə bir dəfəlik çıxın deyin ki, Ulu Öndər Superman olub da, Ulu Öndər Rambo olub. Və salamcı tamam. Bir adam bu qədər işi necə çatdırıb? Kəşfiyyatçı olub, polis olub, çoban olub, diş həkimi olub. Ay, araşdırsam bəlkə də hərbiçi zad olub.